Xoş gördük. Neçə vaxtdır ki, baxıram ki, öz-özümə danışıram. Hətta musiqi dinləyən vaxt belə, o beynimin ən sakit dönəmi lazımdır ki, olsun. Onda belə öz-özümə danışıram, düşünürəm, beynim susmur. Sonra dostlardan, rəfiqələrimdən soruşdum ki, məndə belə bir vəziyyət var, uşaqlıqdan var, amma get-gedə daha çox artıb. Dedilər ki, bəs bizdə də belədir. Deyirəm ki, beyninizdə kimdən danışırsınız? Deyirlər ki, bəzən anamızla, bəzən məktəbin müəlliməsi ilə, bəzən rəfiqələrimizlə, həyat yoldaşımızla, hətta uzun müddət öncə rəhmətə gedən filankəslə belə danışdığımız olur. Dedim ki, yox, bu təkcə mənim problemim deyil. Sən demə, artıq insanların beyni susmur. Niyə susmur? Niyə bizi narahat edir? Niyə gərginik? Bu sualların cavabı məndə deyil, qonağımdadır. Qonağım həm uşaq, həm də cütlüklərin psixologiyasını araşdıran sevimli psixoloqumuzdur. Mələk xanım Kərimovadır. Xoş gəlmisiniz Mələk xanım. Çox sağ olun. Təşəkkür edirəm dəvətiniz üçün Zümrüd xanım. Mələk xanım, beynimiz susmalıdırmı? Bu normal bir haldır ki, bizim beynimiz daim işləkdir. Daim belə deyim ki, bizə problemlər çıxarır, daim yadımıza elə şeylər salır ki, biz ondan uzaqlaşmaq istəyirik. Amma deyir ki, yox, bir dəqiqə sən bu hadisədən danışacaqsan, imkan verməyəcəksən, rahat yatasan, rahat yürüyüş edəsən, fikrini rahat bir işinə cəmləyəsən. Hı Niyə hı. belə oluruq? Sualınız maraqlıdır və, demək olar ki, əksər insanlarda bu proses eyni şəkildə davam eləyir. Beyin əslində insanoğluna bəxş edilmiş ən böyük hədiyyədir deyə Hı bilərik, hı. ən böyük, gücümüzdür deyə bilərik. Amma bəzən bu güc bizi, patoloji situasiyalara qədər aparıb çıxara bilir. Beynin susmaması normaldır, amma bu hissədə bizim, əsas üzərində duracağımız, Aha. məsələ o olmalıdır ki, beyin eyni mövzuları mı daimi düşünür və həll mi axtarır, yoxsa, sadəcə, məsələn, filankəs mənə nə dedi, niyə dedi, eyni situasiyanı, eyni cümləni səhərdən axşama qədər beyində, fırlanır və heç bir həllə, cavab tapılmır. Beyin adətən, yəni ümumiyyətlə bədən orqanizm olaraq götürdüyümüz zaman bizim orqanizmimiz elə, formalaşıb ki, biz, düşünmək, Aha. həyatda qalmaq, gələcəyi təxmin eləmək bacarıqlarına sahibik insan övladı olaraq və Bəli. bu bacarıqlarımız bizim ümumi bir funksiyamıza, yəni bu həyatımızı, bioloji varlıq olaraq həyatımızı davam etdirməmizə, kömək eləyir. Ona görə də beynin, yəni, susmaması dediyim kimi normaldır, amma burada biz baxmalıyıq ki, travmatik hadisədirmi və yaxud eyni mövzu ətrafında həllə yönəlməyən düşüncə silsiləsidirmi, bu hissələrə baxılmalıdır. Ən sakit anımızda da əgər beyin susmursa, bu patoloji haldırmı? Burada da yenə düşünməliyik ki, o sakit halda Hı hı. olan beyindən nələr keçir və bu keçirilən, hissələr adətən nədir? Biz həll eləmədiyimiz məsələlər varsa, biraz öncə siz də qeyd elədiniz ki, hətta, dünyasını dəyişmiş insanla belə beynimizdə, dialoqlar baş verə Bəli. bilir. Bizim içimizdə əgər tamamlanmamış situasiyalar varsa, beyin o məsələni mütləq tamamlamaq istəyir, cavab tapmaq istəyir. Ona görə bir çox insanın danışığından da diqqət etdiyimiz zaman biz orada görürük ki, əgər niyə sualı verirsənsə, niyənin qarşılığında bir açıqlama eləmək istəyir. Çünki beyin hər bir situasiyanın istər real olsun, istər real olmayan bir cavabını axtarmağa Bəli. çalışır. Cavab tapmadığımız zaman beynimiz susmayacaq. Ona görə bu hissədə sizin sualınıza cavab olaraq onu qeyd eləməliyik ki, sakit halda belə beynimizin, susmaması, bir çox düşüncənin keçməsi normaldır, amma bu düşüncələrin məzmunu nədir və bu məzmun nə qədər Hı realdır, hı. ona baxmalıyıq. Belə bir tədqiqat var. 16 saatda insan beynindən 40 minə yaxın fikir keçir və bu 40 min fikir, bu hər birimizdə belədir, demək olar ki, bu 40 minə yaxın fikrin hamısı real deyil. Bu bəzən gələcəklə bağlı narahatçılıqlarımızdır. Nə olacaq, necə olacaq, iş tapacağammı, ya da ailə quracağam insan odumu? Bir çox mövzulardır.
zamanlarda bir çox təxminlərimiz, mövzularımız, gələcəklə bağlı narahatçılıqlarımız düşüncələrimizə əks olunur və yaxud keçmişlə bağlı, münasibətlərimizlə bağlı ki, gərək mən orda belə davranardım, gərək o sözü orda belə deyərdim. İşdən Ya gəlirsən, da başlayırsan ki, niyə cavabını vermədim filan kəsin? vermədim. Çünki orda da fikir verirsinizsə, orda da yenə tamamlanmamış bir situasiya var. Yəni cavabını vermədim, o iş orda tamamlanmadı. Beynimdə o situasiya tamamlanmadı və bu məni istər-istəməz beyin üçün problem lazımdır və Mələk xanım, çox problemi həll eləməyə çox üzr çalışacağam. istəyirəm, problemi həll elədik. Bəs necə düşünürsüz? Beyni susturmaq üçün ya da o narahatlığı tamamlamaq üçün hər hadisədə cavab verməliyikmi? Beyni susturmaq üçün və cavab verməyə 2 hissəlidir də, bunu Aha. ayırmaq Hı -hı. lazımdır. Bir, münasibətlərimizdə əgər, yox deyə bilmiriksə, və yaxud özümüzü düzgün bir şəkildə ifadə eləmiriksə, Aha. düzgün ifadə etmə bacarıqlarımızı, necə deyərlər, formalaşdırmalıyıq. Sosial bacarıqlarımızı formalaşdırıb, duyğularımızı ifadə etməyi öyrənməliyik. Amma digər hissə, beynin susması hissəsinə yenə qayıtsaq, bu hissədə də dediyim kimi biz qəbul eləməliyik ki, normal beynə sahib insanların bir çox düşüncə beynindən keçəcək. Sadəcə olaraq bu düşüncələri qovmaq deyil, gəlib keçməsinə icazə vermək. Ağlıma Aha. məsələn bir situasiya ilə bağlı cümlə gəlir, təhlükəli məzmunu var, Aha. amma o hissədə mən düşünəcəm ki, həqiqətənmi ağlıma gələn bu fikir, doğrudur, o qədərmi təhlükəlidir? Bəzən bu təhlükəni biz yaradırıq, bizim düşüncələrimiz yaradır. Məsələn, belə bir nümunə verim. Məktəbli evə gec gəlir, ana başlayır, görəsən maşın vurdu, görəsən pis uşaqlara mı, Qoşuldu. qoşuldu və sairə. Halbuki ola bilər ki, heç biri olmayıb, müəllim biraz artıq saxlayıb və dərsi ilə məşğul olub. Evet. Yəni, bir çox situasiyada baxdığımızda burda əsas məsələ ondan ibarətdir ki, bizim düşüncələrimizin o mənfi tərəfi ya da susmamağı hissəsi daha çox özümüzün qurduğu mənfi ssenarilərlə, daha çox, bağlı olur, mənfi cümlələrlə bağlı olur. Ona görə də susmur. Amma, digər tərəfdən əgər adekvatdırsa, yaradıcı fəaliyyətlə məşğulluqsa, təbii ki, susmayacaq və canlı olması daha, yaxşıdır. Yəqin ki, beynin susmağında da bir problem var. Bu haqqda birazdan danışacağıq. Bir dəfə qapıdan içəri girdim ki, anamın qonağı var deyəsən. Belə səssiz-səssiz nəyisə müzakirə edir. Mətbəxdə onu tək görəndə məni vahimə bürüdü. Onda mən hətta insanın öz-özünə danışmalı olduğu və yaxud da ki, danışa bildiyi haqqında bir fikrim yox idi. Çünki məndə o hiss yaranmamışdı. Bu yaxınlarda bir də ayıldım ki, mən də mətbəxdə nəsə edə-edə öz-özümlə danışıram. Anamın həmin o məni qorxutduğu Hı. məqamı yadıma Hı düşdü. hı. Öz-özümüzlə nə vaxt danışırıq? Bu belə deyim ki, dəlilik əlamətidir, normal bir hadisədir. Nə bizi vadar edir ki, öz-özümüzlə beynimizdə danışırıq, sonra bu səsli başlayır, Hı hı. müzakirəyə keçir və qıraqdan, qapıdan girən adam hətta elə bilir ki, biz kimləsə mübahisə Hı edirik, hı. ya da nəyəsə müzakirə Hı edirik. hı. Nəyin nəticəsidir bu? Əslində insan canlılar içərisində yeganə varlıqdır ki, bir başqa insanın, belə deyim də, bizə dəstəyi olmadan biz bu həyatda yaşaya bilmirik. Məsələn, digər məməlilərə baxdığımız zaman onlar, tutaq ki, inəyin, balası oldu, bir neçə saatdan sonra durub gəzəcək. Amma insan sosial varlıq olduğu üçün, insanın böyüməsi üçün, inkişafı üçün, münasibətləri öyrənməsi üçün, necə quracağını öyrənməsi üçün mütləq bir başqa insana Ehtiyac ehtiyacı var. var və bu ehtiyacın provası, məşqi öncə öz daxilimizdə başlayır. Əgər uşaqlara A! kiçik yaşlarda fikir versəniz, bəzən görürsünüz ki, xəyali dostlarla sanki oynayırlar, oyuncaqları ilə oynayırlar, amma kiminsə adını çəkirlər və orada öz daxillərində bir, fikirləşmə, bir təhlil, qərar vermə prosesi, bir xəyali, Fantaziyaları bəli, və bir xəyali dost, yəni, daxili danışığımız kiçik yaşlardan etibarən başlayır. Amma bu hissədə hətta yazıçı belə, nə bilim, şair belə öz daxili aləmində yaratdığı Hı hı. obrazları canlandırır, onlarla danışır. Evet. Amma bu sərhəd verdiyiniz, məsələdə
ki, sərhəd harda başlayır, harda bitir, biraz çətindir. Əgər patoloji hala gedirsə, artıq, məsələn, yaradıcı insandır, amma bu yaradıcı insanda, dırnaqarası deyirəm də, yəni ola bilər ki, patoloji əlamətlər İş öz başlayırsa, belə deyim, hə, hədəqəsindən çıxırsa, çıxırsa, aha, yaradıcıdır. O bilir ki, xəyalında qurduğu obrazlar onun, yaradıcı təxəyyülünün məhsuludur. Amma patoloji halda artıq elə bir hala gəlir ki, o obrazların həqiqətən var olduğuna, real olduğuna inanır və başlayır, digər insanlara da məcbur eləyir ki, siz görmürsüz. Məsələn, Əhməd a, otaqdadır, nə bilim, Gül xanım burdadır və sairə. Yəni artıq o patoloji hal alanda bir növ xəyalında yaratdığın, o daxilində qurduğun dialoqların sanki reallıqda da varmış kimi, atributlarını axtarmağa başlayırsan, insanları axtarmağa başlayırsan. Hə, burada daxili dialoqumuz artıq patoloji hal alır. Amma belə də, yenə biraz öncə də qeyd elədiyim kimi, insan beyni gələcəyi proqnozlaşdırma, qərar vermə, düşünmə, yəni bu korteksin, fəaliyyətidir beynimizdə. Bunsuz onsuz da həyatı idarə eləmək mümkün mümkün deyil. deyil. Bu normaldır, amma, bu aşırı, bizim əgər həyat keyfiyyətimizə mənfi təsir eləyirsə və biz həyatımızda bir çox məsələni həll eləyə bilmiriksə bu düşünmələrlə, o zaman burada artıq bir psixoloji, Hal dəstək var. almağa, ehtiyac, yaranır. Mələk xanım, daha çox yaradıcı adamlarmı bu halla, bu patologiya ilə rastlaşır, yoxsa, Yox, hər fərqi kəs, yoxdurmu? sadəcə nümunə olaraq verdim. Aha, Hər kəs, bu halla rastlaşa bilir. Sadəcə yaradıcı aha, insanların bu təxəyyül gücü daha çox olduğu üçün ya da ideyaları, fikirləri çox olduğu üçün onların beyni sanki daha çox qarışıqdır. Sanki çox funksiyallıq var, mövcuddur aha. beyində. Amma bu da, hər bir beynin öz gücü, öz potensialı olduğu kimi, burada da baxmaq lazımdır ki, əgər o insanın Hımm. yenə funksionallığına mənfi təsir etmirsə, yəni həyat keyfiyyətini pozmursa, münasibətlərinə təsir eləmirsə, iş mühitində problem yaratmırsa, onun o çoxlu düşünməyi ona mane olmur. Tam tərsi, digərlərinə də kömək olur, ideyalar yaranır, gözəl işlər ortaya çıxmış olur. Ona görə M də, hər zaman bundan qorxmaq lazım deyil. məni qınamayın, amma məndə bu ideyalar, özü ilə danışmaq, daxili aləmə səyahət daha çox yatmazdan əvvəl, Hı qaranlıq hı. düşəndə baş Hı qaldırır. hı. Bunun səbəbi nədir? Niyə bizim ilham pərilərimiz gecə Aha. gəlir həyatımıza? Gecə bir növ, hər bir funksiyalarımızın, melatoninin artıq ifraz olunduğu, funksiyaların daha çox zəifləməyə getdiyi, bədən olaraq, bioloji olaraq zəiflədiyi bir, hissədir və o hissə təbii ki, düşünmək üçün ən ideal vaxt hesab oluna bilər. Çox vaxt bunun mənfi təsirləri nə olur? Çox düşündüyümüz zamanda bu bizim yuxu prosesimizə Bəli, təsir eləyir və bəli. Uzun müddətli yuxu pozuntuları isə, yəni bizim, əhval-ruhiyyəmizə, yəni həyat keyfiyyətimizə mənfi təsir göstərir. Ona görə də bu hissədə, hədsiz informasiya yükünə məruz qalmamaq, yəni gecə yatarkən, və yaxud ağlıma düşüncələr gəlirsə, problemlərim Hımm. gəlirsə, hə, bunun, sabah necə həll eləyə bilərəm, onu səhər, oyandığım zaman düşünə bilərəm kimi beynimizə belə təlimatlar verməmizdə fayda olacaq. Mələk xanım, bizim susduqlarımız sonda beynimizin susmamağına gətirib çıxarırmı? Belə çox fəlsəfi, maraqlı bir sual oldu. Bizim susduqlarımız beynimizdə susmadıqlarımızın, nəticəsi ola bilərmi, hə? Belə deyim, biz susuruqsa, sonra bunun intiqamını beynimiz bizdən alırmı? Əvəzimizə Eee, biz cavab hı hı, verməliyik, susuruq, dözürük, belə deyim, hı səbirli hı, oluruq. hı Bunun hı. əvəzinə sonra beynimiz başlayırmı danışmağa, hayqırmağa, Eee, susmamağa? aha, burada bilirsiniz, yenə 2 hissəni Aha, ayırmamızda fayda var. Əgər beynimizdəki düşüncələr, sizin qeyd elədiyiniz sanki hisslərin boğulması bəli, anlamındadır. Beynimizdəki düşüncələr hisslərimizlə bağlıdırsa, yəni mən hansısa bir aqressiyamı ya da küslülüyümü, incikliyimi qarşı tərəfə bildirmirəm və ürəyimdə, beynimdə fikirləşirəm ki, hı məni hı, incitdi, məni, kiçik saldı, bəli, yetərincə dəyər vermədi. Bu biraz hissi aspektdir, yəni mənim duyğularımla bağlıdır. Amma duyğularım da eyni zamanda bağlıdır mənim,
situasiyanı necə analiz eləyirəm, nə deyirəm, o situasiya ilə bağlı hansı, informasiyanı özümə ötürürəm, hansı cümləni qururam. Ona görə də, susduqlarımız deməyək, beynimizin, yəni susturduqları deməyək, hisslərimi nə qədər rahat ifadə eləyirəm. Hisslərimi çox basdıran bir insanamsa və bunun qarşılığında beynim susmayacaqsa, təbii ki, bu mənə zərər verəcək. Amma, hisslərimi, münasibətlərimi, dürüst bir şəkildə ifadə eləyirəmsə, Hı hı. burda bir, sıxıntı baş verməyəcək. Çünki, beyin də rahat olacaq ki, hə, mən öz fikrimi dedim, mən öz hisslərimi qarşı tərəfə ifadə elədim və bu məndə bir, beyində, yəni davamlı danışmağa səbəb olmayacaq. Bəs bir gün beynimiz susarsa, ondan daha çox qorxmalıyıq, yoxsa əksinə? Əmin olun ki, o gün olmayacaq. O Heç gün susmayacaq. beyin susmur. Yəni o gün, Aha. yəqin ki, bizim Yəni heç dünyanı bir dəyişdiyimiz gün olacaq. Hətta orda belə tədqiqatlar var ki, beyin yenə bədən fizioloji olaraq, yəni, öz aktivliyini hə, davam elətdirir. aktivlik olmasa da beynin aktivliyi müəyyən dönəm, davam eləyir. Ona Yəni görə öləndə də bu bəli, bəli. susqunluq olmur. Olmur. Yəni, yəqin ondan sonrakı hissədə olacaq. Amma beynimiz daim aktivdir. Yenə qeyd elədiyim Bəs hansısa kimi. bir belə deyim xəstəlikdə, hansısa belə psixoloji gərginlikdə də beyin susmur. Düz başa düşdüm sizi? Susa da bilər. Yəni düşüncələrin axışından söhbət edirik də Bəli. biz burda. Bəzən tam tərsi. Biz bioloji varlıq olaraq elə bil, Hı hı. bədənimizə güvənməliyik. Nə anlamda? Bədən onsuz da əgər mən çox düşünmüşəmsə, çox, gərginlik içindəyəmsə, Hı məsələn, hı. bədən sanki depressiv əlamətlər yaşamağa başlayır. Yəni uzaqlaşır, cəmiyyətdən, özündən, ətrafdan bir qapanma baş verir. Bu qapanma belə əslində bir tərəfdən baxdığımızda, bioloji özünü qorumadır və yaxud çox yaxın birini Hı hı. itirib ürəyimiz gedir. Hı Çünki hı. mən o situasiyanın içində olsam, mənim bədənim ona dözməyəcək. Ona görə bədən özünü bağlayır, kilitləyir ki, sən buna dözməlisən. Düşünmə bu haqda. Düşünmə də, Hı. yəni sanki biz onu bilə-bilə eləmirik, amma sanki burda, hər bir mexanizmin, kökündə o yatır ki, bu varlıq, bioloji varlıq həyatda qalsın və bədənimizin də elədiyi bütün, bu, davranışlar bir növ bizim bioloji varlıq olaraq həyatımızı sürdürməmizlə əlaqədardır. Mələk xanım, mənim ətrafımda da var elə insanlar. Çox az, nadirən məndə də olur ki, hansısa ağır stress keçirəndə, özümü yaxşı hiss etməyəndə və yaxud da ki, xoşuma gəlməyən bir mübahisədən sonra mənə yuxu gəlir. Hı Bu həmin hı. o özünü Bəli, müdafiə bəli, bəli, bəli. mexanizmidirmi? Çünki bədən artıq ona tab gətirə bilmir. Bədən özünü bağlayır. Bağlayır ki, biraz bədən, Sakitləşsin. sakitləşsin. Məsələn, yuxu prosesi belə bədənin bütün funksiyalarını yeniləmə prosesidir. Görürsüz, orada da yuxunun içində də bir, sakitçilik hissəsi var, ruhsal anlamda da. Ona görə bu, yəni, eyni zamanda bu məsələni də ortaya qoyur ki, meditasiya zamanı və yaxud, bədənimizə müsbət təsir edən yoqa ola bilər, üzgüçülük ola bilər, fiziki hərəkətlər ola bilər. Yəni bunlarda artıq bizim beynimizin fokusu bir növ dəyişir. Çünki biz artıq fiziki aktivliklə bunu başlayırıq tənzimlənməyə. Ona görə zaman-zaman, xüsusən çox gərgin işlərdə işləyən, və yaxud, stressi bir növ, dırnaqarası deyirəm, həyat tərzinə çevirən insanlar arada bir stop eləyib durmalıdırlar Bəli. mütləq. Çünki uzun müddətli o stress də, həm beynimizin daim, çox yoğun bir şəkildə aktiv olması da, daha sonra öz fəsadlarını bədəndə göstərəcəkdir. Yəni bir çox tədqiqatlarda da bu, ortaya qoyulur ki, stress bir çox, hissədə ən çox zərər verən, amil kimi qarşımıza çıxır. Bəs Mələk xanım, bir şeyi də Hı demək hı. istəyirəm ki, izləyicilərimiz də Hı bilsinlər hı. ki, siz həm də uşaq və cütlüklərlə Hı işləyən hı. psixoloqlarımızdansınız. Nə vaxt başlayır beyin, problemi düşünməyə, belə deyim, özünə yeni problemlər axtarmağa Hı hı. və indi insanlar daha çox nədən narahatdırlar? Öz-özümüzlə danışdığımız, qorxularımız nə ilə bağlıdır? Bax, sizə müraciət edir cütlüklər, Ailələr. Hı ailələr hı. və yaxud Hı da ki, hı. yeniyetmələr, Hı hı. onların narahatlığı nədir ki, siz də yəqin ki, gəzəndə, küçədə gedəndə xoşuma Hı gəlmir bu söz, hı. amma etiraf edək ki,
aqressiv insanlar, belə deyim, gülümsəməyən gəncləri Hı görürsüz. hı. Hı Bu hı. narahatlıq, bu təşviş nədir? Bunun o qədər, bu sualın o qədər geniş cavabı var. Yəqin ki, biz səhərdən axşama qədər Aha, danışsaq səbəblər çoxdur. aha. Ən Mən əsas, ən çox yeniyetmələrlə, rastlaşdığınız. ailə və cütlüklərlə işləyirəm Aha, və aydın məsələdir, ailə və cütlükdə münasibətlərlə bağlı sıxıntılar daha çox hı dilə hı. gəlir və bu hissədə də tərəflərin bir-bir dəyərlərinin üst-üstə düşməməsi, Aha. bir-birini, dinləyə bilməməsi, dinləmə bacarıqlarının zəif olması, bir-birlərinin prizmasından, hadisələrə baxmaması, həllə yox, daha çox öz eqolarını, özlərini təsdiq eləməyə fokuslanmaları, məsələn, cütlüklər arasında yaranan problemlər də ortaya çıxır. Yeniyetmələr arasında olan problemlərdə də, məsələn, daha çox Hı hı. müraciətləri hal-hazırda düşünürəm. Burada da yenə gələcəklə bağlı narahatçılıqlar, instituta girəcəmmi, girməyəcəmmi, iş tapacağammı, tapmayacağammı, bəzən ailələrin təzyiqi, xüsusən mən bu mesajı da burdan ötürmək istəyirəm ki, ailələrin müqayisəsi, qonşun filan universitetə daxil oldu, ona bax, o səndən daha yaxşıdır. Yəni bu müqayisələr gənclərin özünü daha özgüvənsiz, zəif hiss etmələrinə səbəb olur. Bir də ki, gəlin onu da vurğulayaq ki, elə bir dönəmdə yaşayırıq ki, artıq natamam ailələrin sayı Hı həddindən hı. çox Hı hı. artır və təəssüf ki, biz hələ də ailələrdə boşanma olanda sağlam boşana Hı bilmirik. hı. Hı Biz hı. hələ də belə deyim ki, xüsusən də hər iki tərəf nə ana kultunu, nə ata kultunu Hı hı. qorumağa çalışmırıq. Hı hı. Bacarmaq əlimizdən gələni edirik ki, əgər ailə dağılıbsa, uşağın psixologiyası da dağılsın. Hı hı. Ya ata kultunu, Hı məhv hı. edək, ya da Hı ana hı. kultunu. Hı hı. Bu haqqda da istəyirəm Hə, fikirlərinizi burada deyəsiniz. da, yenə bu da çox əhəmiyyətli, önəmli bir məsələdir. Çünki, sizin qeyd elədiyiniz o natamam ailə, biraz o sözlə mən heç zaman Hı razılaşmıram. hı. Bəzən o tam ailə belə natamam ola bilir. Bəli, Çünki bəli. zahirən tam görünür, amma, içinə girdiyin zaman görürsən ki, burada heç bir ünsiyyət yoxdur, tərəflər bir-birinə hörmət eləmir, amma sadəcə mental dəyərlərə görə bir arada yaşayan, insanlar kimi qiymətləndirə bilərik. Belə Ona deyək ki, görə də bəzən boşanmış ailə daha tam olur. bəli, bəli, bəli. Nəinki Bəli, boşanmayan, amma bəli, içəridə heç bir bəli. uyğunluq olmayan Ona ailələr. görə artıq, xarici ədəbiyyatlarda da bu belə gedir. Biz ailələri funksional və disfunksional olaraq qiymətləndiririk. Amma Aha. bizim əvvəlki, ədəbiyyatlarımızda çox vaxt natamam sözü ifadə olunur. Qeyd elədiyim kimi mən heç zaman bu sanki bir stigma, bir etiket yapışdırırıq ki, əgər bu uşaq, boşanmış ailədəndirsə, sanki onda bir əksiklik var. Amma tam, tərsi də ola bilər. Yəni biz onun üzərindən uşağı qiymətləndirməməliyik. Hı hı. O ki qaldı sualımızın ikinci hissəsinə. Bəli, valideynlər burada nəzərə almalıdırlar ki, onlar 2 yetkin insan olaraq münasibətlərini ayırırlar. Yəni boşanırlar öz münasibətləri ilə bağlı. Onlar ata-ana rollarından boşanmamalıdırlar və Bəli, uşağın da heç bir aydın məsələdir də burada, günahı yoxdur. bəli. O ailəni seçmədi, o bu münasibətlərin içində olmaq istəmədi, amma onun həyatı da belə gətirdi. Ona görə bu hissədə, təbii ki, o yetkinlikdə olmalıdır ki, hər İnsanlar. iki insan ki, tamam da mənim münasibətim bu insanla bitir, amma mən övladımın atasıyam. Mən övladımın anası olaraq mən bu həyatda bu missiyamı da davam elətdirməliyəm. Təəssüf ki, bu mənim qeyd elədiyim idealda arzuladığımız hissədir. Amma real həyatda, gördüyümüz nümunələrdə adətən necə baş verir? Hər iki tərəf bir-birini günahlandırır ya da biraz öncə sizin qeyd elədiyiniz kimi uşağı öz tərəfinə çəkərək qarşı tərəfi pisləməyə başlayırlar. Həqiqətən bəzən elə nümunələr var ki, burada, burada haqq qazandıra bilərik, amma qoyun uşaq bunu özü Qərar qərar versin. versin. Böyüsün, özü analiz eləsin, özü təhlil eləsin və kimə yaxınlaşacağını, kimlə münasibətini necə quracağını, özü müəyyənləşdirsin. Bir də ki, uşağa ata-ananı uşaq seçmir. Birinci biz özümüz müəyyən Hı edirik. Əgər hı. siz uşağınızın yanında duracaq, həmişə onunla olmağını istəmədiyiniz bir insanı ona ana və ata seçirsinizsə, burada qəbahət uşağa cavab verəcək şəxs sizsiniz.
Hı sizsiniz. hı. Birinci təqsirkar sizsiniz. Hı Çünki hı. uşağın, belə deyim ki, uşağa bizim borcumuzdur ki, o həmişə atanın kim olduğunu, ata nəvazişini, Hı ata hı. sevgisini, ata mərhəmətini ondan Hı öyrənməlidir hı. və həmçinin ana ilə böyüməlidir. Hı Yəni hı. atadan uşaq qopmamalıdır. İllərlə, aylarla bir uşaq atanı görmürsə, onun sevgisini hiss etmirsə, günah Hı birinci hı. seçdiyimiz və belə deyim ki, layiq gördüyümüz, insan əgər Hı biz hı. seçmişiksə, o Hı insanı biz hı. layiq görmüşüksə, demək ki, günah bizdədir. Aha. Ona görə də tənbih etməli olduğumuz, cəzalandırmalı olduğumuz uşaq deyil, Hı bizik. hı. Bu halda natamamlıq baş Hı verir hı. artıq. Bəlkə də orda da indi bizi dinləyənlər üçün bəziləri yəqin ki, razılaşmayacaqlar. Nə mənada? Hı hı. Yəni bəzən o seçimlər baxırsan ki, hər ikisi adekvat, normal insandır, Bəli, amma xassətləri uyğun gəlmədi. Amma başda seçiləndə o qərar düz idi. Başda da bəli, hər ikisi üçün. Yəni nəticə bizə göstərdi ki, bu insanlar bir yerdə yaşayanda yola gedə bilmirlər. Amma bu o demək deyil də, bəzən o demək deyil ki, hər iki insanda nəsə qəbahət var ya bəli. da günah var. Sadəcə yaşamlarını paylaşa bilmirlər, Amma yola gedə bilmirlər. Mələk xanım, bunun da cəzasını uşaq çəkməli Uşaq deyil. çəkməli deyil, amma yenə deyirəm, bu da asılıdır tərəflərin nə qədər yetkin olmasından. Tərəflər o yetkinliyə sahib olduqları zaman onsuz da məsələni masaya yatırıb deyirlər ki, hə də biz bir arada yaşamaq bizə çox çətindir. Mən də sənə əziyyət verirəm, sən də mənə əziyyət Bəli, verirsən. Amma ortada bir uşaq var. Biz gəl yollarımızı ayıraq, amma bu uşağa sən də, mən də necə dəstək ola bilərik? Bunun gələcəyinə bəli. məsələn. Bu adekvat yanaşmadır. Amma İdeal adekvat yanaşma. ideal da arzuladığımız ki, kaş ki belə mədəni şəkildə, hə, münasibət olmayanda mədəni şəkildə ayrılmağı da tərəflər bilsinlər. Bəli, Amma qeyd elədiyim kimi hər zaman üçün bu idealı görmürük. Çox vaxt tərəflər bir-birini qınayır, günahlandırır, düşmən kəsilir və bu sadəcə mən bunu hər zaman qeyd eləyirəm. Pis münasibət bir çox psixoloji və fizioloji xəstəliklərin təməlidir. bəli. Yəni münasibətin pisdirsə, baza yaradırsan, bir çox xəstəliklərə. Ona görə də, 30 il, 20 il mənfi döyülürsən, söyülürsən, təhqir olunursan, yəni bu dərəcədə şiddət varsa, fərqi yoxdur, istər qadın tərəfdən, istər İstər kişi kişidən. tərəfdən, yəni burda qalmaq biraz düşündürür ki, yəni bunu mu istəyirsən, yəni bunu mu yaşamaq istəyirsən, bunu mu davam elətdirmək istəyirsən həyatında? Burda yəni düşünməkdə fayda var. Əlbəttə ki, Mələk xanım həm də onu deyir ki, münasibətlərinizin sağlam olması öz-özünüzün, belə deyim ki, beyninizin sizə neqativ Hı hı. gətirməməsi deməkdir. Beyninizin yaxşı mənada rahatlamağı Hı hı. deməkdir. Əgər siz bir-birinizlə danışsanız, öz-özünüzlə danışmağa da ehtiyac Təbii olmayacaq, ki, həm də sağlam paylaşsalar, bir, təbii ki, ailə təbii olacaq. ki. Yəni biz qınanmadığımız, olduğumuz kimi qəbul edildiyimiz mühitlərdə daha rahatıq və daha çox öyrənirik əslində. Yəni şiddət və təzyiqdən şagirdlər belə sevimli müəllimələri kimi olur, gülərüz, onlara Bəli, yaxşı davranan, insan kimi rəftar eləyən, qayğısına qalan, yəni belə mərhəmətli baxışlarla baxan müəllimlərini daha çox sevirlər. Onu sevdikləri zaman bəli. dərsi də sevirlər, həyatı da sevirlər. Ona görə, yəni insanların hekayələrini bilmədən onları qınamaq, ya da, təhlil etmək, komment bildirmək yanlışdır. Bəli. Hər kəsi olduğu kimi, öz keçmişi ilə, öz, həyat yolu ilə qəbul eləməyi Yaşadıqları ilə. bacarsaq, Bəli. o zaman məncə dünyamız gözəlləşər. Bunu arzuluyuruq, amma nə qədər, realda Realdır. var, bilmirəm. Mələk xanım, sizə sonuncu sualımı verəcəm. Beynim susmur. Çox sual var, Hı hı. amma, istəyirəm biləm ki, nə etməliyik ki, beynimizin sakitliyi, hüzuru olsun, beynimiz ancaq yaradıcı tərəfə danışsın, öz-özümüzlə ancaq gözəl ideyaları müzakirə edək, danışaq, yaxşı tərəfə dəyişək, inkişaf edək və beynimizin, belə deyim, danışan tərəfi ancaq Hı hı. müsbətə Hı aparsın hı. bizi. Bunun üçün nələr Aha, eləməliyik? burada öncəliklə qəbul eləməliyik ki, beynimiz susmayacaq. Bunu bir norma kimi qəbul eləməliyik. Amma beynim susmadığı zaman mənə beynimin dediyi cümlələr ya da beynimdən keçən cümlələrin məzmunu həqiqətənmi təhlükəlidir? Yoxsa bunu mən belə bir çox düşüncələrlə dəstəkləyirəmmi? Yəni mənfini dəstəkləyirəmmi? Beynimdə hansısa bir situasiya ilə bağlı mənfi düşüncə yarandığı zaman ən yaxşı suallardan biri də ən pisi nə ola bilər? Ya da Hımm.
Bu baş verən hadisə müsbət və mənfi tərəfləri nədir? Maraqlı. Məsələn, bu sual bizə həyatda çox kömək olur. Ən pisi olduğu zaman mən nə edə bilərəm? Yəni bir təhlükə yaradırıq da beynimizdə və o bizi narahat eləyir, o düşüncələr. Ən pis olduğu halda mən nə edə bilərəmin cavabını tapdığımızda beynimiz daha rahat olacaq. Bir də orqanizmə bütün yanaşmalıyıq. Sadəcə düşüncədən ibarət deyilik də. Biz həm, sosial Evet. münasibətlərimiz bizi qidalandırır, xoşbəxt eləyir, insanlarla münasibət. Həm bioloji tərəfimizə baxmalıyıq. Yəni bioloji qidalanma, Aha. yuxu, idman, bunlara nə qədər, Vaxt riayət ayırır. eləyirəm. Yəni biz sistem kimi insana baxdığımız zaman bütöv, hər tərəfi bəsləmək, münasibətlər, bioloji olaraq bəsləmək, zehni cəhətdən bəsləmək, emosional olaraq, duyğularımı ifadə eləmək, duyğularımı izləmək və, bədənimdə nə olduğunu hiss eləmək. Bunların bütün yanaşdığımız zaman, insanın da bir növ həyat keyfiyyəti, yaşam keyfiyyəti artmış olacaq. İşimiz həmişə sizə düşür. Bəs hansı halda beynimiz nə qədər susmayanda patoloji hal nədir ki, biz artıq sizə, beynimizin susmamasından narahat olub müraciət etməliyik? Demək olar ki, bu hal ruminasiya dediyimiz haldır da. Məsələn, bir nümunə vermək istəsəm, əlimin kirli olduğunu düşünürəm və biz normalda gedirik, əlimizi yuyuruq Aha, və bu fikir bizi artıq narahat etmir. Amma bunu biraz uc misal kimi verim. Əlim kirlidir və mən, hər bir iş görəndə fikirləşirəm ki, yox, əlim kirlidir, mikrob düşəcək, xəstələnəcəm və bunun axırı ölümlə nəticələnəcək, ağır xəstələnəcəm və bu düşüncə, düşünün ki, 24 saatın, uydururam, 20 saatı mənim beynimdə fırlanır. a, Bu artıq mənim həyat keyfiyyətimə, münasibətlərimə, hər şeyə təsir eləyir. Çünki sizlə danışacağam, ağlım qala fikrim sizdə deyil ki, görsən əlim kirlidirmi, bura toxundummu və sairə. Yəni, bunu sadəcə nümunə olaraq verdim. Bu tip düşüncələr varsa, və davamlı olaraq bizim mhm, beynimizdə narahat eləyirsə, onda pasiyent artıq bizə müraciət eləyir. Və yaxud, o düşüncələrdir ki, o düşüncələrdə keçmiş travmalar var, özü ilə bağlı ona inandırılan fikirlər var, və hər hansı, yetkin yaşamda o situasiya ilə qarşılaşanda beyin avtomatik gedir o keçmişdə yaşadığı hadisələrdə ona verilən dəyərlərə. Məsələn, ona, öyrədildi ya da aha. bildirildi ki, sən zəifsən, səndə alınmayacaq, bacarmayacaqsan, onsuz da sənin əlindən bir iş gəlmir. Belə bir Keçmişdən xilas hə, ola bilmir. orda bir uşaq buna inandı və bu daxilində bu, kök ana fikir özündən asılı olmadan yetkin yaşamda da müdiri ona deyəndə ki, sən bu işi yaxşı görmürsən, avtomatik onun reaksiyaları daha çox olur. Aha, Çünki o inandı ki, onsuz da bacarıqsızın biriyəm və müdiri də ona dedi ki, hə, sən bu işi yaxşı görmədin. Yəni onun o emosional, yaşadığı hisslərin şiddəti daha yüksək olacaq. Amma bir digəri əgər özgüvənli böyüyübsə, onu elə dəyərləndirməyəcək. O deyəcək ki, hə, ola bilər ki, mən bu gün bu işdə bu səhvi ya da bunu eləməməli idim. Müdir haqlı idi. Görürsüz yanaşmam, hissim dəyişdi. Çox da məni artıq əvvəlki kimi narahat eləməyəcək. Çünki mən öz gücümə, potensialıma inanıram. Sadəcə olaraq, bu situasiyada belə davranmışam. Yəni burada bir çox nüanslar var, ki, faktorlar var ki, o faktorlar bizim o düşüncələrə təsir eləyir, xüsusən travmatik yaddaşımız. Yəni bəli, beynimiz, bir çox şeyi unutsa da, bədənimizin yaddaşı var. Bədən hisslərimiz bunu unutmur və həyat. biz hansısa hissədə hədsiz reaksiya veririksə, orada bizim böyük ehtimal bir yaşantımız var. Mələk xanımın dediyindən belə başa düşdüm ki, biz beynimizin susmağını arzulamalı deyilik. Hımm. Çünki hətta öləndə belə müəyyən dönəm beynimiz araşdırmalar göstərir ki, hələ yaşayır, hələ düşünür, susmur. Arzu edirəm ki, beyniniz uzun müddət gözəl nəğmələrlə dolsun. Sizə o gözəl fısıltılarla səslənsin. Sizi gözəlliyə aparsın. Bu arzu, bu diləklə sizinlə sağollaşıram. Bir də bu söhbətdən mənim gəldiyim qənaət oldu ki, valideynlər uşaqlarına nə fısıldayırsa, nə deyirsə, onlara hansı informasiyanı, həyat tərzini, sevgini ötürürsə, sonra beynimiz bizimlə daha çox Hı o hı. Hı mövzularda hı. danışır. Hı hı. Gözəl mövzular müzakirə edin övladlarınızla ki, sonra onların fikirləri, beyinləri onları Hı hı. bezdirməsin, Hı. yormasın.
yuxuları qaçmasın. Hı hı. Mələk xanım, çox sağ olun Təşəkkür gəldiyinizə görə. eləyirəm. Mən minnətdaram. Belə gözəl, yaxşı mövzuda ən azından faydamız olarsa nə xoşbəxt olarıq, necə deyərlər, biz də faydalı olmağa çalışırıq sizlə birlikdə. Çox Çox sağ sağ olun. olun. Yenidən görüşərik. Zümrüdlə addım-addım növbəti söhbətini, növbəti müzakirəsini burdaca yekunlaşdırır. Görüşəcəyik.